وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Mələklər məsələn sağda solda olanlar və ya şahid mələklər, hansı ki məclisdə olanlar, elm məclisində, aydındır. Biz görmürük də onları. Bəli. Hə, yəni müsəlmana. Müşrikləri yox. Ahirətdə Allah Taala ölümü gətirəcək, öldürəcək. O ölüm mələyindən gedir söhbət. Ölüm mələyindən. Ölüm mələyi axırda öləcək. Yox, qardaş demək ki, ölümün özü belə öləcək yoxsa? Hə, ölümün özü də öləcək də. Yəni ölüm mələyi öləcək. Heç kəs qalmayacaq öldürsün. Hətta Cəbrail öləcək, Mikail hamısı axırda o qalacaq. Qot şəklində gətirirlər. Yox, o cənnətdə, cəhənnəmdə, o başqa. Söhbət gedir bütün hamısını öldürmək. Çünki Allah Taala buyurur ki, kullu men aleyhi fan. Yəni hamısı fan, hamısı öləcək. Hətta mələklər. Ölüm mələyi ən axırıncıdır. Yox, ölüm mələyi soruşdu. Amma ölümün özü, o cənnət cəhənnəmdə, hamısı girdi, heyvan şəklində gətirib öldürüləcək, qutarda ölüm yoxdur. O cənnət cəhənnəmə aiddir. Şəf, mən bilmək istəyirdim ki, yəni ölüm başqadır, mələyi başqadır. Allah razı olsun. Sonra təzdən diriləcək. Hə, sonra artıq İsrafil, ikinci şeypuru çalancı ya üçüncü, hamı qalxacaq. Hamı gələcək. Cənnəti haqq hesabsız girmək söhbəti. Allah öz orucu ilə salacaq. O söhbətlər səhiddir. Yox, o haqq hesabsız yox. Sadəcə cəhənnəmdən götürəcək. Hamı cəhənnəmdə olanlara şəfaatçi olacaq. Axırda Rəhman cəhənnəmdən çıxardacaq. Yəni kimin qəlbində zərrəcə iman var. O 3 dənə övladı dünyasını dəyişən valideyn günahları olsa da, yəni ki... Yəni kafir müşrik sayılmayınca ya, günahları olubsa, sonra o sualsız yox. Sadəcə uşaqlar şəfaatçi olacaq ona, körpələr. Kimin körpəsi ölübsə, qiyamət gün gələcək yana. Ona görə körpə ölsə belə, yəni yaşadı, səsi gəldi, öldü. Adın qoy. Çünki hər kəs adına çağırılacaq. Sadəcə ixtilaf nədədir? 9 ay, məsələn, o uşaqlar ki, düşüblər. 5 aylığında, 6 aylığında, məsələn, artıq insan şəkili almışdı, ruh gəlmişdi ona. Aydındır, məsələn, uşaqda 7 ay, ana bətdə 8 ay öldü. Onlara aiddir. Allah bilir. İxtilafdır. Deyənlər var. Amma onlar ki, doğuldu. Lap bir dəqiq, bir saniyə səsləri gəldi, öldü. Sağ idi, öldü. Onlara ad verilir, əqlilər kəsilir və s. Və onlar qiyamət gün gələcək, şəfaatçi olardı. İxtilaf nədədir? Ondan qabaq ana bətninə düşənlər. Aydındır? Əqiqlər kəsilir. Amma düşənlərə yox. Onlar ki, doğulu öldü. Sağ idi, doğulanda öldü. Aydındır? Şeyh, əqiq kəsməyə imkanı olmayıb, valideyn dünyasını dəyişərsə? İmkanı olmayıb, valideyn əqiq kəsməyib dünyasını dəyişir. Vattaqullah məstətatım. Allah gücün çatan qədər ibadət elə. Allah əgər sənin gücün çatmırsa, səndən soruşmayacaq. Soruşacaq, gücün çatıb. Məsələn, həc fərzdir. Zəkat fərzdir. Lakin kimlərə, kimin imkanı var? Sənin imkanı olmayıb, gedməmsən həcə. Soruşmayacaq. Həccə nə üçün gedmədin? Aydındır. Allah Teala Rəhman Rəhimdir. Hər şey dəqiqdir, dəqiq qurub. Sağdan belə, yəni imkanı yoxsa sağdan kəsə bilmirsənsə, o da çox sağ. Əgər imkanın olmayıb, kəsəmə. Əgər imkan varsa kəs də.
İmkan yoxdursa, üzürlüsən. Şəhsadəmdən. Ha, Şəfaətlə bağlı sual məsələn, məsələ gətirsin. Bu yalnız Allah Resulü sallallahu əleyhi və səlləmə xasdır ki, özündən sonrakı ümmətinə hansı ki onları görməyib belə, ümmətindən deyə onlara şəfaət olmaq yalnız peyğəmbərlərə xasdır. Yox, Peyğəmbər sallallahu əleyhi və səlləm. Ondan başqa məsələn salihlərdən, sahabələrdən olsun, əhl-i beytdən olsun, onların kişilərindən olsun, hansı ki ondan sonrakı müsəlmanları görməyib. O onlara şəfaət edə bilməz, düzdürmü səncə? biraz belə qarışıq çıxdı. Belə, yəni sən demək istəyirsən ki, onsuz da Peyğəmbər sallallahu aleyhi ve sellem hamımızı görməyib ki, tanımır. Bəli. O, yəni həmin o hal Peyğəmbərə xasdır da, ondan sonraki insanlara xas deyil. Yox, xas deyil, yəni tanımadığın adama şəfaət elə olmayacaqsan axı. Bəzi birdət əhliləri, yəni məsələn imamları deyir ki, biz dua eləndə deyir ki, onu bizə şəfaətçi eləsin. İndi onlar da deyir də, onlar çox şey deyir, birdət əhli çox şey deyir. Yəni o hal yalnız Peyğəmbərə aiddir. Hə, ümumən hə. Allah sizə bərəkət etsin. Şeyh deməli, hədisdə o 70 min soru-sualsız cənnətə girməyəsində onların əlamətləri haqqında zikr olunanda deyil, onlar ruhiyyə istəməzlər, dalğa etdirməzlər, pis yozumlara inanmaz və Rəbbinə təvəkkül edərlər. Bu hədisdə ruhiyyə istəməzləri, yəni o ruhiyyə... Yəni ruqiyyə yəni deməzlər, özü istəmir. Demir ki, gəlin ruqiyyə, amma kim desə ki, eləyim, ona aid deyil. Hətta bu hədisi bəzilər başa düşüb ki, hətta həkimə getməyi düzgün deyil. Bəzilər belə götürüb ki, ağrıyanda getməyiblər həkimə. Deyiblər ki, yox, 70 mindən olmaram, 70 mindən. Ya, əslində düzgün deyil. Orada söhbət gedir, özün tələb eləmədə ruqiyyə eləməyə. Məsələn, kimsə gəlib ruqiyyə eləsə heç. Amma özün çağırma ruqiyyə eləməyə. 70 mindən istəyirsənsə. Dua ona aid deyil, yəni. Ona aid deyil. Əvvəl bilməmişik, sonra məsələn biləndən sonra tövbə eləmişik. Hə, bilməmsənsə işte. Ona hədisə girir. Bilsən, əsas ora düşəsən, lap 70 mində olmayasan. Əsas ora düşəsən. Əsas cəhənnəmə düşməyəsən. Sən 70 min axtarma. Sən çalış cəhənnəmə düşmə. Şeyxalar, namaz qılanda bir tərəfini günə, bir tərəfini kölgəyə düşür. Orada yerini dəyişməli. İmkan varsa hə, deyiş. Yəni, yarı kölgə, yarı gündə nəh gəlib. Ancaq belə indi səhvdəsənsə o heç. Amma məsələn, təksən, keçə bilərsənsə, hə, yaxşıdır keçəsən. Aydındır. Əvvəldən gəl tədbir görəsən. Əvvəldən deyəməyəcəksən axı, bu günəş gedir də belə. Sən ola bilə başlayasan, günəş buradaydı, sonra keçdi, artıq burada oldu. Onu tutmaq olmur. Başlayanda bax. Amma səhvdəsən, cəmaat şəklində, əlbəttə günəş ortaya düşürsən. Hə, tək hə. Bəyinilmir. Bəsdir, qardaşlar. Allah razı olsun. Əssəlamu aleykum və rəhmətullah və bərəkatuhu.